Hər vaxtınız xeyir, əziz seyircilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz dünyada və bölgədə baş verən əsas hadisələri analiz edirik. İlin sonuna yaxınlaşdıq. Hesab edirəm ki, 2025 Azərbaycan üçün uğurlu il oldu. Əsas hadisələrdən biri kimi 8 avqustda Ağ Evdə əldə etmiş razılaşmaları göstərmək olar. ABŞ prezidenti Donald Trump'ın vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişini parafladılar. Bundan başqa liderlər Ermənistan ərazisindən keçəcək Trump yolu layihəsini də təsdiq etdilər və 8 avqustdan sonra Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesi başladı. Əslində Donald Trump'ın prezidentliyi Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafına çox münbit bir şərait yaradıb. Buna baxmayaraq, hələ də Amerikada anti-Azərbaycan qüvvələri var. Misal üçün, Amerika Konqresində erməni lobbisinin təsiri altında bir qrup konqresmen yenə də Azərbaycana təzyiq etməyə çalışırlar. Əslində, bu 90-cı illərin əvvəllərində Azərbaycana qarşı ədalətsiz qəbul edilən o 9-7-ci düzəlişin ləğvinə ehtiyac var. Bu istiqamətdə müəyyən diplomatik fəaliyyət də aparılır. Bu düzəliş o zaman ədalətsiz idi. İndi isə tam məntiqsizdir. Niyə tam məntiqsizdir? Çünki həmin o düzəlişdə yazılmışdı ki, güya Azərbaycan Ermənistanı blokadada saxlayır. Hansı blokadadan söhbət gedə bilər ki, bugün Azərbaycan məhsulları və yaxud digər ölkələrin məhsulları Azərbaycan üzərindən Ermənistana çatdırılır. 2024-cü ilin dekabr ayında xatırlayırsınızsa, Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurmuşdu və bundan sonra iki ölkə arasında da münasibətlər xeyli gərginləşdi. Və bu ildə, 2025-ci ildə çox təəssüf ki, iki ölkə arasında münasibətlərdə sualların sayı azalmadı. Halbuki Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da Müstəqil Dövlətlər Birliyi liderlərinin Düşənbədəki zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti ilə görüşdü. Və belə deyək də, bir yarımçıq da olsa bir üzrxahlıq istədi və belə bir cümlə də işlətdi ki, vurulan təyyarəyə görə ölənlərin ailələrə və yaralılara kompensasiya ödəniləcək. Həm də təyyarənin raketlə vuranlara qarşı onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Amma təəssüf ki, Rusiya prezidenti bu vədlərini yerinə yetirmədi. Tam əksinə, bu günlərdə verilən məlumata görə bu haqda Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun da bir açıqlaması oldu. Faktiki o cinayət işinə də xitam veriblər. Bu nə deməkdir? Yəni, ümumiyyətlə, raketlə vurulma məsələsinə də haqq qazandırdı Rusiya tərəfi. Və elə məhz bəlkə də buna görə Azərbaycan dövlət başçısı dekabrın 22-sində Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə toplantısında iştirak etmədi və hesab edirəm ki, bu doğru qərardır. Ümumiyyətlə, bir məsələ də çox maraqlıdır. Yəni, mayın 9-da da İlham Əliyev o tədbirə də qatılmadı. Bu cür tədbirlərin Moskvada və Sankt-Peterburqda keçirilməsi hesab edirəm ki, Rusiyanın hakimiyyətinin imperiya təfəkküründən irəli gəlir. Niyə belə düşünürəm? 9 may keçmiş Sovetlər Birliyinin faşist Almaniyası üzərində qələbəsi günüdür. Və bu qələbədə keçmiş SSR-də yaşayan bütün xalqların payı olub. Azərbaycandan 600 minə yaxın soydaşımız müharibədə iştirak edib, bunun yarısı vətənə geri dönməyib, şəhid olublar, həlak olublar. Sual olunur, niyə 9 may bu paradı, hər paradı və ya görüşlər mütləq Moskvada keçirilməlidir? Azərbaycan prezidenti həmin gün Bakıda Həzi Aslanovun abidəsinə əkilir qoyur, sağ qalan veteranlarımızla görüş keçir. Bu digər dövlətlərə də aiddir əslində. Və yaxud götürək MDB-nin hər il Sankt-Peterburqda keçirilən görüşlər. Axı bu təşkilatın üzvü tək Rusiya deyil, digər üzvlər də var. Yəni mütləqdirmi ki, mütləq hər ilin sonu Sankt-Peterburqda MDB liderləri görüşməlidir. Buna baxmayaraq Azərbaycan bütün qonşularla olduğu kimi Rusiya ilə də dialoqun tərəfdardır. Biz heç kimlə münasibətlərdə problem istəmirik. Rusiyanın da maraqları var. Şimal-cənubi nəqliyyat dəhlizi tam gücü ilə işləsin. İndi Rusiya yükləri Azərbaycan üzərinə Ermənistana daşısın. Burada heç bir problem yoxdur. Azərbaycan bu layihələri dəstək verməyə hazırdır və iştirak da edir. Azərbaycan 2025-ci ildə Türkiyə və Mərkəzi Asiya ölkələri ittifaqı daha da gücləndirdi. Bu da çox doğru strategiyadır.
Avropa İttifaqı ilə də əməkdaşlığımız getdikcə inkişaf edir. Məsud Pezeşkiyan İran prezidenti seçiləndən sonra İranla münasibətdə də normallaşma var. Baxmayaraq ki, İrandakı o bəzi mühafizəkar dairələr yenə də anti-Azərbaycan siyasətindən əl çəkmirlər. Bəs 2026-cı ildən biz nə gözləyək? Nələri proqnozlaşdıra bilərik? Hesab edirəm ki, növbəti ildə Azərbaycan və Cənubi Qafqaz uğurlu illərdən biri ola bilər. Azərbaycanla Ermənistan arasında nəhayət ki, sülh sazişi məhz gələn imzalana bilər. Yəni indi Ermənistanda gələn iyun ayında parlament seçkiləridir və yeni konstitusiya qəbul etməlidir. Bu yeni konstitusiya qəbul olunarsa və orada Azərbaycan ərazi iddiası ehtiva edən məlum bənd çıxarılarsa, sülh sazişi imzalana bilər. Üstəgəl gələn il ortalarından Ermənistan ərazisində Tramp yolunun inşasına da başlanacaq. Paralel olaraq da Qarabağ və Şərqi Zəngəzurda da quruculuq və tikinti işlərimiz davam edir. İnsanlarımız dədə-baba yurtlarına köçürülür, evlərində yaşamağa başlayırlar və hesab edirəm ki, bu prosesin sonunda da Qarabağda və Şərqi Zəngəzurda xeyli yeni iş yerləri açılacaq. Giriş nitqim biraz geniş oldu və bu mövzuları biz ilin son proqramında qonağımız, hörmətli millət vəkilimiz Ceyhun Məmmədovla müzakirə edəcəyik. Ceyhun bəy, xoş gəlmisiniz proqramımıza. Xoş gördük. Sizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Günü münasibətilə də təbrik edirəm. Ceyhun bəy, 8 avqust razılaşmasından başlayaq. Çünki biz bu proqramda ilin yekunlarına qısa bir baxış etməliyik. Yəni, buna qədər Amerikanın bölgədə rolu haqqında çox da danışmaq olmur. Amma bu sülh razılaşması paraflanandan sonra Vaşinqtonda və Tramp yolu təsdiq olunandan sonra sanki bu Amerikanın Cənubi Qafqazda möhkəmlənməsinə də şərait yaradır. Burada öncə mən də sizi, həm də bizim izləyiciləri yeni təqvim ili münasibəti ilə təbrik edirəm. Yeni ilin daha uğurlu olmasını arzulayırım. Əslində bu məsələdən biz danışarkən mən istəyərdim bir neçə məqama toxunum. Bəzən bu barədə o qədər də bir sıra hallarda geniş bəhs olunmur. Biz əslində Amerikada imzalanan, paraflanan sənədə qədər, 8 avqusta qədər bu görüşləri və bu razılaşmanın əldə olunması üçün səyləri müxtəlif platformalarda davam etdirdik. Hamımız yaxşı xatırlayırıq ki, Avropa İttifaqının Charles Michel'in iştirakı ilə proses gedirdi. Amma proses sona çatmadı. Rusiyaya da bir neçə görüş keçirildi və bu proses də sona çatmadı. Və Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan həm Rusiya ilə, həm İranla, həm Ermənistanla davamlı olaraq danışıqları aparırdı. Ancaq heç bir nəticə olmadı. O mənada bugün istər Avropa İttifaqı olsun, istər Rusiya olsun, istər başqa dövlətlər olsun, bu məsələdə Azərbaycanın yanaşması ilə bağlı tənqidi fikri irəli sürməli deyirlər. Yəni nəyə görə? Baxın, bizim Amerikadan əvvəl Rusiya ilə 10 noyabr razılaşmamız vardı. Niyə icra olunmadı? Bəli. Niyə o bəndlər yerinə yetirilmədi? Və o mənada biz bəzən istər Avropa İttifaqından, Rusiya tərəfindən hansısa tənqidləri, hansısa fikirləri irəli sürənləri görürük. Amma burada məsuliyyəti məhz bu dövlətlər daşıyırlar. Amerikanın münasibətinə gəldikdə isə əslində siyasət necə idi? Biz indi Avropa İttifaqını dedik, Rusiyanı dedik. Bizim Vaşinqtonda da görüşlərimiz oldu. Xatırlayırıq ki, Xarici İşlər Naziri Ceyhun Bayramov getdi, Amerikada görüşlər keçirdi. Amma burada məsələ ondadır ki, o vaxtki administrasiyada bu məsələdə qərəzli bir yanaşmanı, mövqeyi sərgiləyirdi. Yenə də Azərbaycanın güzəştə getməsini, Azərbaycanın yarımçıq sülh müqaviləsini imzalamasını israrla təkid edərək bildirirdi və bununla bağlı danışıqlar aparılırdı. Amma məsələ ondadır ki, növbəti bir mərhələdə artıq biz 2025-ci ilə nəzər saldıqda düşünürəm ki, Qarabağla bağlı məsələdə, ümumiyyətlə bu münasibətlərlə bağlı məsələdə bizim çox yaxşı nəticələrimiz oldu. Əslində girişdə siz çox yığcam, çox yaxşı bir təhlil irəli sürdünüz və Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimizdə yeni bir mərhələ başladı. Bu çox uğurlu bir addım idi, uğurlu bir strategiya idi.
Yəni bu asan bir məsələ deyildi ki, bütövlükdə Amerika dövlətinin siyasəti dəyişdi. Təbii ki, burada gələn hazırki rəhbərin yanaşması və s. məsələlər var. Amma bütövlükdə, yəni sülh müqaviləsinin paraflanması və Zəngəzur dəhlizi ilə bağlı məsələ, ATƏT-lə bağlı məsələlər, bunlar çox böyük nailiyyətlərdir. Əslində mən həmişə deyirəm, yəni sülh quruculuğu çox uzun bir prosesdir. Biz tələsirik, bəli, biz tez istəyirik, amma burada regional faktorlar var. Avropa İttifaqı baxın Ermənistanla bir sənəd imzaladı və digər məsələlər var. Amma bu bir uğurlu gediş oldu ki, biz Amerikada görüş oldu. Bizim Amerika Birləşmiş Ştatları ilə münasibətlərimiz yeni bir mərhələyə daxil oldu və eyni zamanda sülh quruculuğu istiqamətində önəmli addımlar atıldı. Bilirsiniz, bəzən insanlar müəyyən məsələləri təhlil edərkən bəzi nüansları nəzərdən qaçırırlar. Baxın, biz 2020-ci ildən ATƏT-in o başı bəlalı Minsk qrupunun ləğvinə çalışırdıq. Amma alınmırdı. Artıq bu ləğv olunurdu. Yoxdur. Bu çox önəmli bir addımdır. Yəni sıradan çıxdı. Çünki onu israrla diriltməyə çalışırdılar. Bunu Ermənistan da edirdi. Niyə Ermənistan sona kimi razı deyildi? Çünki Ermənistan gələcək üçün müəyyən planları var idi və bəzi qərb dövlətləri də bunu düşünərək israr edirdilər. Bu gündəlikdən çıxdı. Və ən önəmli məsələsi isə Zəngəzur dəhlizi ilə bağlı məsələnin artıq regional müstəvidən beynəlxalq müstəviyə çıxması bir reallığı yarandı. Çünki əslində Azərbaycan Rusiyaya da, İrana da, digər dövlətlərə də yəni razılaşaraq bu layihənin həyata keçirilməsini təklif etmişdi. Amma İran davamlı olaraq mənim qırmızı xəttimdir, Rusiya fərqli fikirləri səsləndirirdi və Azərbaycan bu artıq məsələni Amerika Birləşmiş Ştatlarında həll etdi və Ermənistana razılığa gəldi. Və artıq bu son günlər baş verən hadisələr çox ciddi hadisələrdir, çox ciddi proseslərdir. Yəni artıq Ermənistana daşınan yüklər blokadadan çıxarıldı. Artıq bizim neftimiz gedir. Bilirsiniz, indi insanlar bəzən bunu danışarkən əbədi müharibə yoxdur. Yəni dövlətlər ola bilər uzun illər unutmasınlar, əsrlər davam etsin. Bu var, kim var və s. Amma vaxtı ilə Almaniyada, Fransada, Avropa dövlətlərdə 100 illik müharibələr oldu. Amerika, Yaponiya atom silahı atmışdı. Müttəfiqdirlər. Bəli, indi isə tamam fərqli bir müstəvidir. Və ona görə də əslində burada mənim həmişə işlətdiyim bir önəmli tezis var. Bəzən onu mən çox qeyd edirəm. Bugün biz mütləq şəkildə Ermənistanı öz tərəfimizə çəkməliyik. Biz və Türkiyə. Yəni, mən bunu bir neçə dəfə demişəm, bəzən görürəm. Ermənistan bizlə Türkiyənin yanında olmalıdır. Əgər Ermənistan bizim Türkiyənin yanında olmasa, o zaman biz bilirik kimin yanında olacaq. Və onlar ondan alət kimi bizim əleyhimizə istifadə edəcəkdir. Ona görə də bugün bu atılan addımlar ki var, görülən işlər ki var, bunlar strateji addımlardır. Həm cəmiyyət üçün mesajdır, həm iqtisadi gəlirlərimiz var, həm asıllığın azalması var, həm Ermənistanın kənar təsirlərdən xilas olması var. Bugün Ermənistan da buna can atır. Və o mənada gələn il biz çox ümidliyik ki, bir sülh müqaviləsi imzalanacaq və eyni zamanda Ermənistanın da açıqladığı kimi o TRIP layihəsinin inşasına başlanılacaq. Amma burada təbii ki, biz növbəti ildəki bəzi prosesləri də nəzərə almalıyıq. Biz ümid edirik ki, bunlar baş verməyəcək. Amma bugün bölgəmizdə ciddi Rusiya təhdidi var. Post-Ukrayna Rusiya müharibəsi, çünki düzdür, hələ də çox inandırıcı görsənməsə də, ümumi yanaşma odur ki, ola bilər ki, gələn ilin yazına görə hansısa bir razılaşma olsun Ukrayna-Rusiya arasında.
Amma son hadisələr onu göstərir ki, olmama ehtimalı da çoxdur. Amma bugün artıq Rusiyadan verilən mesajlar, bəyanatlar, atılan addımlar bunlar ciddi bir məsələlərdir ki, onlar istər bizlə bağlı, istər Orta Asiya ilə bağlı artıq planlarını açıq şəkildə bildirirlər və burada xüsusilə Ermənistandan söhbət gedir ki, çalışırlar. Amma təbii ki, burada Amerika amili var, Avropa amili var. Azərbaycan bayaq siz qeyd etdiniz, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı gücləndirir. Bu yaxınlarda növbəti bir önəmli sənədi biz Türkiyə ilə parlamentdə ratifikasiya etdik, yəni qəbul edildi. Və bütün bunların fonunda bəli, kifayət qədər mürəkkəb bir proseslər biz görürük ki, bölgəmizdə gedir. Çünki son vaxtlar biz ümid edirik və inanırıq ki, bu İranın rəsmi mövqeyi deyil. Hətta İran daxilindən də bir Rusiya ilə sinxron bir sıra məsələlərdə açıqlamaları və bəyanatları müşahidə edirik. Və o mənada burada ciddi faktorlar var, ciddi amillər var. Amma nəzərə alsaq ki, yəni bugün Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi siyasət, bu münasibətlər, əlaqələr bu təhlükələrdən bizi sığortalamağa da bizə kifayət qədər imkan verəcək. Cənab bəy, çox əhəmiyyətli tezislərə toxundunuz. Bu tezislərin içində bir fikir də söylədiniz ki, əslində mən də sizinlə razıyam. Sülh quruculuğu uzun bir prosesdir. Çox maraqlı bir misal da çəkdiniz ki, müharibədən dərhal sonra 2020-ci ildə Azərbaycan Minsk qrupunun ləğvini tələb etdi. Amma bu 5 il sonra reallaşdı faktiki. Yəni bu ilin dekabrında ənənəvi olaraq ATƏT-in Xarici İşlər Nazirlərinin toplantısında rəsmən özləri xitam verdilər. Yəni 5 il lazım oldu. Böyük uğurdu əslində. Əlbəttə ki, böyük uğur. Digər uğurumuz nə ola bilər? Bu mən giriş nitqimdə söylədim. Amerikada münasibətlərdə danışanda bizə qarşı ədalətsiz Amerika Konqresinin 9-cu düzəliş var. Düzdür, bu düzəliş zaman-zaman dondurulub. Misal üçün 2000-ci illərin əvvəllərində Amerika terrorçulara qarşı mübarizə aparanda Azərbaycanın da dəstəyinə ehtiyac duyurdu. Əfqanistan və İraq əməliyyatlarına biz müəyyən dəstək verdik, sülh məramlarımızı göndərdik, lojistik imkanlar yaratdıq, dondurdular. Amma elə ki, o əməliyyatları bitirdilər, həmin o keçmiş administrasiya, belə deyək ki, el dilində desə, donu açdı və təzədən 9-7-ci düzəliş qüvvəyə mindi. Və 8 avqustda Trump bu yeni bir addım atdı, yenidən dondurdu. Amma məsələ bitməlidir və səhv eləmirəmsə, sizin həmkarlarınızın bir neçə ay öncə Vaşinqtona səfəri də olmuşdu, Amerikalı konqresmenlərlə görüşmələr də olmuşdu və Amerikada bir və ya bir neçə konqresmen bu məsələni qaldırıblar ki, bu doğru deyil. Amma ermənilər də fəallıqlarını azaltmırlar. Gələn il 9-7-ci düzəlişin ləğvini də proqnozlaşdırmaq olarmı? Proqnozlaşdırmaq olar. Burada demək belədir məsələ. Bu bir mənalıdır ki, 9-7 ləğv edilməlidir. Bayaq siz də dediniz, bu 9-7-nin gündəmə gəlməsinin səbəbi aydındır. Bəli. Əgər səbəb aradan qalxıbsa, 9-7-nin gündəmdə olmasına artıq ehtiyac yoxdur. Məntiq budur. Bəli. Və bunun ləğv olması üçün istər Cənab Prezidentin Amerika Birləşmiş Ştatlarında görüşlərində, Trumpla görüşdə və diplomatik kanallarla müzakirədə Azərbaycan bu məsələni dəfələrlə qaldırıbdır. Və onu da qeyd etməliyik ki, çox doğru qeyd etdiniz ki, parlamentin komitə sədri Səməd müəllim və onun heyəti bir neçə dəfə də Amerikada olaraq orada konqresmenlərlə görüşlər, fikir mübadiləsi apararaq bu məsələnin önəmini vurğulayıblar. Biz ümid edirik ki, bu baş verəcək, amma burada faktorlar çoxdur. Birinci nəzərə almalıyıq ki, erməni diasporası Amerikada güclüdür. Erməni lobbi təşkilatları çox güclüdür. Və digər bir məsələ isə bizim bugün gördüyümüz reallıq ondan ibarətdir ki, bir sıra dairələrdə bizə olan münasibətin kökündə yalnız keçmiş münaqişə durmur. Yəni biz ona hazır olmalıyıq ki, Avropanın da,
və Amerika Birləşmiş Ştatlarında növbəti mərhələdə hansısa biz bir yeni tendensiyaları və yanaşmaları müşahidə edə bilərik. Yəni burada baxın, mən xüsusilə Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış o strateji tərəfdaşlıq haqqında sənəd kifayət qədər ağır bir sənəddir və özündə çox ciddi bir bizə qarşı məzmunu və mahiyyəti ifadə edir. Ya bu onu göstərir ki, onların siyasətində biz dəyişikliyi yaxın vaxtda görməyəcəyik. Və Amerika Birləşmiş Ştatlarının özündə də burada indi bilsiniz, həm diaspora, həm lobbi fəaliyyəti, həm burada biz bunu çox da qeyd etmək istəmirik, din amili məsələsi, özümüzünkindən olmama məsələsi, bunlar bir reallıqdır və ona görə də bizim bugün proqnozlaşdırmağımız ki, bugündən sonra həmişə Amerika Birləşmiş Ştatları, istəyirə Avropa dövlətləri ilə bizim münasibətimiz rəvan olacaq. Bu düşünürəm ki, tam doğru olmaz. Amma bugün Azərbaycan dövləti bütün səylərini, güclərini ortaya qoyaraq 9-7-nin ləğvi üçün çalışır. Burada yəni söhbət yalnız 9-7-nin ləğvindən getmir. Bugün də Amerikanın özündə, konqresmenlər arasında bizə qarşı hansısa qətnamələrin, yeni sənədlərin qəbuluna cəhdlər də var. Yəni, hələ bunu qoyaq qırağa. Yəni Azərbaycanı Qarabağdan köçən ermənilərlə bağlı ittiham etmək, orada soyqırım və s. və müəyyən bir tendensiyalar, Özdə yeri gəlmişən Ceyhun bəy, bu cür konqresmenlər Azərbaycanla münasibətlərə zərər vurmaqla yanaşı, Ermənistanın indiki hökumətinə də problemlər yaradır. Çünki Paşinyan özü deyir ki, ermənilərin Qarabağ köçüsünün əleyhinədir. Yəni Ermənistan hökumətinin əleyhinə də faktik fəaliyyət göstərir və bu ermənidən çox erməni olmaq istəyindən irəli gəlir. Baxın, bilirsiniz, əslində burada yəni mən nəyi qeyd etmək istəyərdim? Mən əslində son vaxtlar, yəni biz bu prosesə baxanda, məsələn, Amerika məsələsi aydındır. Amma biz düşünməməliyik ki, Ermənistanın siyasəti tam dəyişib. Amerika aydındır. Bəs Ermənistan Avropa İttifaqı ilə belə bir sənədi niyə imzalayır? Bəli. Və bu məqsədi nədir? Demək, burada o aydın olur ki, Ermənistan iki istiqamətdə iş aparır. Bir tərəfdən bu Paşinyanın həmişəki hiyləgər siyasətidir. Mesaj, biz, sülh falan. Amma digər yöndən isə bu proses gedir. Və bu çox ciddi bir məsələdir. Yəni, Ermənistanın iştirakı olmadan, Ermənistanın razılığı olmadan, Ermənistanın müzakirələrdə iştirakı olmadan Avropa İttifaqı ilə belə bir sənəd imzalana bilməzdi. Yəni o bəndlər, əminəm ki, siz də tanışsınız, çox yəni ciddi bir sənəddən söhbət gedir. Yəni Azərbaycana qarşı çox ciddi ittihamlardan söhbət gedir. Onda belə sual çıxır ki, Ceyhun bəy, Paşinyanın məqsədi nədir? Sülhə təhlükə yaradır. Yəni burada yəni mənim ümumi bu prosesi təhlil edərkən, yəni gördüyüm odur ki, Ermənistan hazırda nəzərə alır ki, Azərbaycan güclüdür və Ermənistan Azərbaycanla hesablaşmalıdır və Ermənistan çalışmalıdır ki, ən qısa vaxtda Azərbaycanla münasibətlərini bərpa etsin. Bu, uzaq görən bir strateji hədəfdir. Birinci nədir? Məsələn, biz indi bu Paşinyanın hər gün mesajlar verir. Məqsədi yalnız Azərbaycandırmı? Yox. Paşinyan bir neçə hədəf var. Ən birinci hədəf Türkiyə ilə sərhədləri açmaq, münasibətləri normallaşdırmaq. Bu Paşinyan üçün çox vacibdir. Paşinyanın ikinci əsas hədəf və məqsədi Rusiyadan asılılığı mümkün qədər azaltmaqdır. Bu bizim üçün də faydalıdır. Bəli, faydalıdır. Amma bax bu dediyimiz digər addımları ki, bunlar atırlar. Yəni bu həm də o deməkdir ki, baxın, əgər Ermənistan Avropa İttifaqı ilə belə bir sənədi imzalayırsa, demək Ermənistan eyni işi Amerikada da aparır. Biz bunu bilirik. Trump yeni seçiləndə Paşinyan tez getdi, görüşmək istədi, görüş alınmadı.
Və bugün Ermənistan həmin dəstəyi tam ala bilmir. Müəyyən dəstək olsa da, çünki Bidenin dövründə Ermənistanın dəstəyi tamam fərqli idi. İndi də var, amma həmənki ilə müqayisədə eyni deyil. Çünki iki tərəfli Amerika münasibətləri qorumağa çalışır. Ona görə burada əgər Avropa İttifaqının Ermənistan belə bir sənədi imzalayıbsa, o zaman Ermənistan siyasəti ondan ibarətdir ki, biz hazırki mərhələdə çalışırıq, müqaviləni imzalayaq, münasibətləri normallaşdırırıq. Amma Ermənistan yenə də eyni siyasəti növbəti mərhələdə davam etdirməyə çalışacaq. Bu çox ciddi məsələdir və çox ciddi təhlükəli bir məsələdir. Yəni biz yaxşı, Paşinyan belə deyir, amma bu sənəd nədir? Hər bir bəndi, bir daha qeyd edirəm, ciddi bir arxasında siyasi anlam və məqsəd var. Və onda bu tamamilə aydın məsələdir ki, eyni formada Ermənistan işi orada da aparır. Yəni Ermənistan bir tərəfdən sülh imzalayacaq, biz sülh istərik falan, amma digər tərəfdən isə Ermənistan digər addımları həyata keçir. Bilirsiniz, ən azından Ermənistanın yəni fikri olmadan, yəni bu sənəd necə imzalana bilərdi? Ermənistan bu sənəd bir gündə imzalanmadı ki. 64 səhifəli idi. Bu sənəd günlərlə, aylarla müzakirə olundu. Qaldı ki, Paşinyanın o Qarabağla və s. məsələlərə bu hazırki mərhələdə Paşinyan maksimum dərəcədə çalışır ki, daxildə ictimai rəyə təsir göstərsin və müəyyən bir təbliğat aparsın və müəyyən bir fikir. Amma biz onu da unutmamalıyıq ki, yəni sülh müqaviləsi imzalasa belə, yenə də Ermənistanın hansısa bir gedişatı, hansısa bir təxribatları, nələrisə ehtimalı hər zaman gündəmdə olacaq. Bilirsiniz, burada məsələ nədir? Münasibətlərin gərginləşməsində, bölgə sülhün gəlməməsində maraqlı tərəflər həddən artıq çoxdur. Avropa maraqlıdırmı? Maraqlıdır. Rusiya maraqlıdırmı? Maraqlıdır. İran maraqlıdırmı? Maraqlıdır. Və ona görə burada çox ciddi bir mürəkkəb geosiyasi vəziyyətdən və prosesdən söhbət gedir və ona görə də burada atılan addımlar, görülən işlərin önəmi və strateji gedişatlar xüsusi əhəmiyyət daşıyır. Yekunda biz ümid edirik və buna çalışırıq və inanıram ki, bu olacaq. Biz bu ləğvinə nail olacaq. Biz amma hər zaman Ermənistanın hansısa o məkilli addımları, siyasətləri və s. istiqamətində cəhdlərini də istisna etməməliyik. Əslində, bəli, həqiqət var. Yəni, biz indi Ermənistanla sülh quruculuğu içindəyik. Paşinyanın bəzi açıqlamaları bizim də xoşumuza gəlir, çünki reallıqları anlayır. Amma qarşımızda yenə də hiyləgər dövlətin olduğunu da unutmamalıyıq. Biz necə sınaqdan çıxara bilərik? Məncə, sizin dediklərinizdən mən çıxış edərək bunu söyləyirəm. Ceyhun bəy, iki məsələ var da bizi narahat edən. 9-7-ci düzəliş və Avropa İttifaqı ilə imzalanan o sazişdəki Azərbaycan əleyhinə olan bəndlər. Biz sınaqdan Paşinyanı bu məsələdə çıxara bilərik. Bəlkə də bu istiqamətdə diplomatlarımız da fəaliyyət göstərir. Qeyri-rəsmi kanallarla Ermənistan hökumətinə mesajları göndərə bilərik. Yəni siz də 9-7-ci düzəlişlə bağlı mövqeyinizi ortaya qoyun. Çünki blokada yoxdur, məntiq də yoxdur, əməkdaşlıq var. Və Avropa İttifaqı o bəndləri düzəliş edin. Əgər eləməsələr, deməli onda siz deyən məsələ olacaq. Deməli onda Paşinyan ikili oynayır. Ceyhun bəy, bir mövzunu davam etdirərkən Amerika-Azərbaycan münasibətlərindən bu indi gələn ilin ortalarında Paşinyan söz verib ki, Tramp yolunun tikintisinə başlayacaq. Çox uzatdılar əslində. Çünki özləri büdcədən heç nə ayırmayıblar. Amerika birinci tranşı verib, səhv eləmirəmsə 145 milyon dollar, ikinci tranşı da gözləyirlər. Tikinti başlayacaq. Siz bir qədər öncə bir fikir də işlətdiniz, diqqətimi çəkdi ki, son vaxtlar Rusiya, İrandakı anti-Azərbaycan qüvvələr sinxron fəaliyyətə başlayıb. Siz elə səhv eləmirəmsə, məhz Tramp yolu nəzərdə tutursunuz ki, hər iki ölkədən Tramp yolu, Zəngəzur dəhlizi əleyhinə açıqlamalar oldu. İran mövqeyi bəllidir. İran daha doğrusu mühafizəkarı. Çünki Məsud Pezeşkiyan bu layihənin əleyhinə deyil. Bakıda olanda da demiş. Rəsmi və rəsmi əleyhinə deyil. Amma mühafizəkarı vilayəti olsun, digərləri olsun. Deyirlər ki, olmamalı. Amma Rusiya daha hiyləgər siyasət yürüdür. Sinxron hərəkət etsin. Rusiya demir əleyhinəyə. Rusiya deyir, biz də hansısa formada iştirak etməliyik.
Paşinyan bunun əleyhinədir, istəmirik. Amma Paşinyan da burada bir hiyləgər gediş elədi bu günlərdə. Açıqlama verdi ki, Rusiya gəlsin Ermənistanda daxili dəmir yollarını bərpa etsin. Çünki Koçaryan dövründə bütün dəmir yollarını satmışdılar Rusiya Dəmir Yolları İdarəsinə. Və burada Paşinyan məncə hiləsi nədir? Hər iki halda Paşinyan uduşdu çıxacaq. Yəni Rusiya müsbət cavab versə, Ermənistan büdcəsindən pul xərclənmədən o yollar bərpa olunacaq. Məsəl üçün Qazax-İcevan ki, buna Ermənistan daha çox ehtiyacı var. İstəmirlər Gürcüstan üzərindən tranzit gəlsin. Alınmasa da bu Paşinyana uduşdu çıxacaq. Niyə? Çünki Rusiyanı siz demiş artıq biraz daha çox sıxışdıracaq. Sən bunu eləmirsən, o da mən özüm eləyəm. O da sən mənim nəyimə lazımsan, dəmir yollarını sənin idarəndən çıxarırıq. Rusiya mövqeyinə qayıtdıqda, yəni Rusiya diplomatları son zamanlar Trump yolu ilə bağlı açıqlamaların sayı artıb ki, biz də iştirak edək, biz də hansısa formada. Rusiyanın bu Trump yolu layihəsində iştirakı mümkündürmü sizcə? Evet, demək o bayaq birinci məsələ ilə bağlı siz dediniz, yəni Avropa danışdığımız, yəni bu bir mənalıdır ki, yəni Avropa İttifaqı Ermənistan tərəfdaşlığa qısa formada, yəni bizim Xarici İşlər Nazirliyimizin çox bir sərt bəyanatı oldu, bilirsiniz. Və bu məsələ bugün Azərbaycan bir çağırış da etdi ki, bu sənəddə düzəliş olmalıdır və bugün heç şübhəsiz ki, həm Ermənistanla, həm Avropa İttifaqı ilə müəyyən müzakirələr və təmaslar var. Burada məsələnin yəni mahiyyəti nədən ibarətdir? Çox maraqlıdır ki, baxın, İranda bir sıra dairələr bir müddət sükut etmişdilər, sakitləşmişdilər. 8 avqustdan sonra özdə. Bəli. Bunu çox adam sezmir. Məsələn, bir anlıq fikir verin, 8 avqusta qədər Ermənistanın, daha doğrusu İran Ermənistandakı səfirinin davamlı açıqlamaları, İranın müəyyən dairələrinin davamlı açıqlamaları. Amma dekabr ayından kimi bir sükut, indi isə yenidən bu məsələlər qalxdı və yenidən bu məsələlər... Özünüzün sözünüzcə necə qalxdı? Vilayəti xüsusi olaraq Ermənistan səfirini hüzuruna çağırdı, evet. Onun vasitəsilə hamıya mesaj göndərdi. Evet. Yəni bu biz qəbul edirik ki, İran rəsmi mövqeyi deyil, mühafizəkar kəsimin mövqeyidir, amma burada bu proses var. Məsələ nədir? Mən düşünürəm ki, burada proses necədir? Siz yaxşı bir ifadə işlətdiniz ki, Rusiya biraz ehtiyatlı mövqe sərgilir. Rusiyanın belə bir nisbi ehtiyatlı mövqe sərgiləməsinin səbəbi Amerika Birləşmiş Ştatlarıdır. Yəni bugün Rusiya Amerika Birləşmiş Ştatları ilə münasibətlərin normallaşmasında və qorunmasında maraqlıdır və Zəngəzurla bağlı məsələdə də nisbətən ehtiyatlı mövqe sərgiləməsinin kökündə də bu durur ki, və mən düşünürəm ki, bu məsələ həm də bugün Rusiya və Amerika Birləşmiş Ştatları arasında müzakirə olunur, müzakirə gedir. Çünki Zəngəzur dəhlizi ilə bağlı. Çünki mümkünsüz deyil, mütləq şəkildə onlar arasında danışıqlar olubdur və burada məsələ nədən ibarətdir? Görünən odur ki, həm İranın, həm Rusiyanın müəyyən gözləntiləri var və istəkləri var. Onlar bu gözləntilərin və istəklərin nəzərə alınmasını gözləyirlər və onun həyata keçməsinin yubandığını gördükdə isə biz bu cür bir sinxron yanaşmanı görürük. Rusiyanın Zəngəzur dəhlizində iştirakı məsələsinə gəldikdə bu qəbul edilməzdir. Bunu nə Azərbaycan qəbul edir, nə Ermənistan qəbul edir. Amma mən düşünürəm ki, növbəti mərhələlərdə ola bilsin ki, Rusiya, Amerika Birləşmiş Ştatları arasında bu istiqamətdə müəyyən müzakirələr geçsin. Burada məsələnin problem tərəfi nədir? Burada problem odur ki, Rusiyanın Ermənistanla bağlı məsələdə bilirsiniz ki, Ermənistan dəmir yollarını Cənubi Qafqaz dəmir yolları bir törəmə şirkəti yaradıblar, o idarə edir. Ermənistanda bütün sistem onlardadır. İkinci də Rusiyanın orada sərhəd xidməti var və bu bölgədədir. Bu iki faktor prosesə ciddi bir təsirini göstərir və burada Ermənistanla bağlı məsələyə gəldikdə isə, yəni Paşinyan həqiqətən də çox hiyləgər, gedişatları getməklə
məşğuldur və sizin dediyiniz mən fikirlə razıyam ki, o həm də bir balanslaşdırılmış siyasət həyata keçirməyə çalışır. Baxın, yəni çox maraqlıdır ki, bir müddət çox ciddi gərginlik var idi. Paşinyan ümumiyyətlə MDB-nin tədbirlərinə heç kim getmirdi. İndi isə Paşinyan sanki düzdür, tam elə olmasa Həm mənasız tədbirlərə gedir gedir Rusiyada. və sanki dostlaşıblar və münasibətlər istiləşib və müəyyən müzakirələr aparırlar və Paşinyan bununla da çalışır ki, Rusiya ilə hazırki məqamda münasibətləri gərginləşdirməsin. Ən azı gələn iyun ayındakı parlament seçkilərinə qədər Rusiyanın təzyiqlərini neytrallaşdıra bilsin. Yəni Rusiyanın, çünki baxın indi Rusiya yeni bir namizədi ortaya attı Ermənistanda. Çünki Rusiya çalışır. İş adamlarından biridir deyəsən. Bəli, yəni o əslində Paşinyanın vaxtı ilə yanında olan, sonra ayrılan bir şəxsdən söhbət gedir. Yəni əslində Ermənistandakı vəziyyəti həll edəcək Ermənistandakı seçkilərdir. Amma mən gördüyüm odur ki, Paşinyan növbəti seçkilərdən sonra Rusiya ilə hesablaşmanın son mərhələsinə Ermənistan qədəm qoyacaq. Ermənistan Rusiya ilə tamamilə bütün əlaqələrin kəsilməsi və qərbə inteqrasiya. Parlament seçkilərindən sonra. Bəli. Yəni ayağını möhkəmləndikdən sonra, çünki bu nədə özünü göstərəcək sizcə? Bazanı çıxara biləcəkmi misal üçün? Burada məsələ belədir. Yəni ən azından MDB ilə bağlı məsələ var, kollektiv təhlükəsizlik müqaviləsi. Əslində baxın, uzun müddətdə Ermənistan vurnuxur ki, bu kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxsın. Sadəcə seçkiyə bir müddət qalmış bu məsələ hələ ki dayandırılıb. Ermənistanın, Paşinyanın əsas hədəfi və məqsədi Rusiyadan tamamilə qopmaqdır. Yəni beləliklə Türkiyə ilə sərhəd açılır, Azərbaycanla sərhəd açılır, münasibətlər normallaşır və Avropa ilə də işləyir və beləliklə Paşinyan Rusiyanın və Rusiyadan asılılığı tamamilə aradan qaldırır və tamam fərqli bir formada iş görür. Yəni əgər bugün Paşinyan komandası Avropa İttifaqı ilə bu sənədi imzalayırsa, bugün NATO ilə də bu müzakirələr gedir. Digər Avropa təsisatları ilə də gedir. Ciddi bir müzakirə var. Bu kifayət qədər mürəkkəb bir prosesdir. Amma bunun üçün addımlar atılacaq. Mən əslində bütün o müsahibələrimdə onu xüsusi vurgulayıram. Bugün bölgəmizdə baş verən Qərb Rusiya qarşı durmasının təzahürüdür. Böyük müstəvidə biz məsələyə baxsaq, proses odur. Yəni Qərbin məqsədi, hədəfi Ermənistanı gücləndirmək, Rusiyadan asılılığını azaltmaq və s. digər addımları atmaqdır. Və mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının hazırki siyasəti də nisbi olan o Ermənistanla bağlı məsələdə Rusiyanı qıcıqlandırmamaq bir hədəfi və məqsədi də daşıyır. Biz gələcəkdə fərqli yanaşmaları və tendensiyaları da görə bilərik. Və sonda isə Zəngəzur dəhlizi ilə bağlı mən inanmıram ki, bu mümkün deyil. Azərbaycanın çox barışmaz mövqeyi var. Bizim ciddi əsaslarımız var. Mən onu elə belə demədim. Rusiya indi bunu deyir. Onun noyabr razılaşması var da. Açaydın da, eləyəydin. Biz heç Amerikaya getməzdik. Tamamilə haqlısınız. İran da demişdik, razılaşırdı. İndi biz görürük, siz razılaşmırsınız. Biz də getdik orada. İndi gəlmirsiniz ki, yox. İştiraki biz sizə təklif etmişdik də. Yəni dedik gəlin açaq. 10 noyabr razılaşmasıdır və siz bunu yerinə yetirmədiniz. İndi isə deyirsiniz belə. Ona görə burada mən nə ümumi siyasətdə, nə Azərbaycanın, nə Ermənistanın buna razılaşacağına inanmıram. Və hesab edirəm iki dövlətin, İran, Rusiyanın bir yerdə sinxron hərəkət etməsinin məqsədi də Rusiyanın bu prosesdə iştirakına nail olmaqdır. Çünki Rusiya, İran çox yaxın və ciddi müttəfiqlərdir. Burada bir sual o çıxır ki, Rusiya, Amerika Birləşmiş Ştatları ilə danışaraq bu prosesdə özünün mövcudluğunu təmin etməyə cəhd etsin. Hansısa formada. Bəli. Burada artıq Amerikanın mövqeyi necə olacaq? Çünki Amerikanın mövqeyi çox önəmli və həll edici əsas bir mövqedir ki, burada məsələnin digər tərəfi də bax, bu tərəfdir ki, çünki bugün mən düşünürəm, siz prosesə biraz daha qlobal baxsanız, biz məsələyə
yalnız Rusiya, Ukrayna, Amerika kontekstində yanaşmalı deyil. Əslində burada bütövlükdə müzakirə gedir və bu müzakirələrin elementləri var. Məsələn, bugün Amerikada bilir ki, Orta Asiya ilə bizim bölgəmizlə bağlı Rusiyanın müəyyən təhlükə və təhdidləri var. Ona görə bu danışıqların predmetində təzyiq, bəndlərin dəyişdirilməsi, hansısa ərazinin güzəştə getməsi, hansısa bölgənin kiminsə nəzarətində qalması, kiminsə nəzarətindən çıxması və burada bu ciddi məsələlər də var. Baxın, yəni niyə Amerika Birləşmiş Ştatları son vaxtlar Orta Asiya ilə bağlı siyasətini daha da gücləndirir, daha da liderləri çağırır. Çox aktiv fəaliyyət göstərir. Ciddi bir tarixdə ilk dəfə Mərkəzi Asiya liderləri Ağ Evdə qəbul olundu 500+1 formatında. Bəli. İlk dəfə tarixdə Tramp Qazaxıstan və Özbəkistan prezidentlərinə zəng edərək hər ikisini gələn il Amerikada keçiriləcək böyük 20-lər toplantısına dəvət etdi. Yəni resurslar da var. Dünyanın uran resurslarının 50% Qazaxıstan və Özbəkistandadır. Və bu keçid Azərbaycan da buna imkan yaradır əslində. Təbii, yəni əslində burada Azərbaycan da var. Azərbaycanın da iştirakı var. Yəni bütövlükdə bölgəmizdə artıq 500+1, 600+1 faktiki çevrilir. Bəli, əslində reallıq odur. Çünki Orta Asiya qapı pəncərə buradır. Bura olmadan siz heç nə edə bilməzsiniz. Ceyhun bəy, biz Rusiya-Azərbaycan münasibətlərini danışarkən, yəni bu dəhliz əleyhinə bu siyasəti yürütməyə çalışan o şovinist dairələr, siz bir maraqlı fikir söylədiniz ki, ola bilsin Moskva ilə Vaşinqton arasında təmaslarda Rusiyanın bu dəhlizdə hər hansı bir mövcudluğu da müzakirə olunur. Məsələn, mənə görə mövcudluq necə ola bilər? Tikintidə biz əleyhinəyik. Paşinyan da istəmir Rusiya iştirak etsin. Çünki Rusiyanın buna aidiyyəti yoxdur. Daxili dəmir yollarını bərpa edə bilər, amma həmin müqavilə Ermənistana imzalananda heç Zəngəzur dəhlizi yox idi. Amma mövcudluq necə ola bilər? Gələcəkdə bəli, bu yoldan istifadə edə bilərsiniz. Rusiya da istifadə edə bilər, İran da biz təklif eləmişik. Yəni indiki taxıl, Rusiya taxılı gəlir Azərbaycana, buradan dəmir yolla Gürcüstana, oradan maşınlara yüklənir. Gələcəkdə bəli, dəhliz üzərindən daşına da bilər, başqa yüklər Ermənistana da, Türkiyəyə də daşın. Burada biz bunun əleyhinə deyil. Amma Rusiya-Azərbaycan münasibətinə gərginlik ortadan qalxmır. Nədir? Yəni vurulan, raketlə vurduqları təyyarəyə görə kompensasiya ödəmədilər. Halbuki Putinin vədi var. Kompensasiya bu tərəfə qalsın. Rusiya İstintaq Komitəsinin sədri Bastırkin açıqlama verdi ki, ümumiyyətlə belə cinayət məsuliyyətinə heç kim cəlb olunmayacaq. Yəni belə olan halda iki ölkə arasında münasibətlər necə normallaşacaq? Münasibətlərin normallaşması yaxın dövrdə mümkün deyil. Çünki nə qədər ki bilirsiniz, baxın, yəni Rusiya ümumilikdə biz indi düzdür, bunu öz aspektimizdən deyirik, elə onların təfəkküründə heç nə dəyişməyəcək. Rusiya nə qədər ki imperialist, egoist, təkəbbürlü yanaşmasından çıxmayıb, münasibətlər normallaşmayacaq. Bayaq girişdə də siz dediniz, yəni çox təəssüf ki, Rusiyada şovinist dairələr hələ də keçmiş Sovet respublikalarına bir Sovet respublikası yanaşmasından kənara çıxa bilmirlər. Bizə yuxarıdan baxırlar. Bəli. Və bu yuxarıdan baxmaq da yəni Rusiya özü üçün də ciddi problemlər yaradır. Yəni baxın, Ukrayna müharibəsində Rusiyanın nə qədər itkiləri var. Çox ciddi itkilərdir və bu uzun illər bərpa olunacaq bir məsələ deyil. Özü çox maraqlıdır ki, Rusiya prezidenti bu günlərdə ki, ilin sonunda geniş mətbuat konfransında çıxış edəndə dedi, Rusiyada doğum sayı azalıb. Üstəgəl sən müharibəni davam etdirsən, gənclər də orada ölür. Bu artım necə olsun? Yəni məsələ ondadır ki, baxın, yəni bu əslində yəni sağlam məntiqlə, hazırki şərtlərlə bu müqavilənin bağlanması ilə Rusiyada lazımdır. Çünki getdikcə iqtisadiyyat, neft və s. hər gün itkilər, hər gün neft yataqları vurulur, struktur vurulur və s. Amma son proseslər göstərir ki, Rusiya artıq dünəndə Kiyevi yenidən vurdu, dağıtdı. Yəni bir çox əraziləri Rusiya çalışır ki, təzyiq artırsın və işğalı miqyasını daha da böyütsün və bu təfəkkürdən xilas ola bilmirlər. Yəni burada Azərbaycan güclü dövlətdir. Azərbaycan nə Ermənistandır, nə Gürcüstandır, nə Orta Asiya Respublikasıdır.
həm ordu baxımından, həm silah baxımından və s. Və önəmli olan odur ki, Azərbaycan bugünə kimi Rusiya ilə münasibətlərdə o nə qədər qəribə də olsa, siyasət bir termin olmasa da, Azərbaycan o səmimiyyətini, sadiqliyini həmişə qorumuşdur. Yəni biz heç vaxt Rusiyanın arxasından iş çevirməmişik. Amma bunu Ermənistan dəfələrlə edir. Və bizim dəfələrlə bunu cənab prezident də qeyd etdi. Nə istəyirik? Biz demirik ki, siz bunu bilərəkdən vurmusunuz. Tutaq ki də, siz heç olmasa deyəydiniz ki, yəni aydın da bilərəkdən vurublar. Heç olmasa deyəydiniz ki, biz filanı vurmaq istəyirdik, bunu vurduq, belə oldu. Ya burada bir cinayət var. Ya bu nə dərəcədə belə bir təfəkkür yanaşmadır ki, nə üzr istəyirik. Çox həqiqətən də belə qəribə bir şeydir ki, belə çıxır ki, İstintaq Komitəsinin açıqlaması ümumiyyətlə absurddur. Nə cinayət işi qaldırırıq, bəli, nə kompensasiya veririk. Və onda Putin dediyi nə idi düşənbədə? Bəli, və onda nədir? Onda elədirsə, çox doğru qeyd etdiniz. Bizim Sankt-Peterburqda nə işimiz var? Bəli. Biz Rusiya ilə münasibətləri nə üçün normallaşdırmalıyıq? Sən mənə hörmət etmirsənsə, sən heç bir real addım atmırsansa, üzərinə götürdüyün öhdəlikləri yerinə yetirmirsənsə, Azərbaycanın mövqeyi də çox haqlı və prinsipialdır. Biz nə üçün sizinlə münasibətləri normallaşdırmalıyıq? İstəyirsən, cinayətkarı cəzalandır, kompensasiya ver. Baxın, hətta Qazaxstana belə mane olmağa çalışırlar. Bir il ərzində tam hesabat olmalıdır, aralıq hesabat çıxdı. Ya bu nədən xəbər verir? Yəni, nə qədər bu sizin üçün ağır bir məsələ? Demək, siz o düşüncə təfəkkürdən çıxa bilmirsiniz də. Yəni, siz hələ də bizə bir Sovet Bunların məntiqi siz necədir? Necə ki, 2014-cü ildə Ukrayna Donbas separatçıların səmasında Niderlandın mülki təyyarəsini vurdular və indiyənə kimi belə deyək də günahlarını etiraf etmirlər. Amma Azərbaycan təyyarəsi fərqli oldu. Yəni eniş elədi, qəza və raketlərin izləri qaldı. O biri təyyarə partlamışdı, heç bir izi qalmamışdı. Yəni bunlar düşünürlər ki, yəqin düşüncələri belədir. Vurmuşuq da. Müharibədir gedir. 5-10 vətəndaşımızı öldürmüş. Bu da əslində imperiya təfəkkürüdür. Əlbəttə ki, bu da onun təfəkkürüdür. Baxın, heç burada çox ciddi məsələ var. Bunlar vurduzda bu insan həyatıdır. Onun içində Rusiya vətəndaşları. Bəli, bəli. Siz izi itirmək üçün bunu dənizə yolladınız. İmkan vermədilər ki, Dağıstanda eniş edilsin. Heç bir yerdə, nə Dağıstanda, nə Minvodda, yəni heç bir yerdə o boyda aeroport var, heç birinə hava limanı var, imkan vermədilər. Məqsədləri isə o idi ki, dənizə düşəcək, təyyarə izdə itəcək, sağ olsun bizim o qəhrəman pilotlarımız təyyarəni sahilə çıxardı. Orada fikir verdiniz, dənizlə məsafə çox az idi, bəli. Bunlar ona ümidli idilər və indi isə, yəni çünki bunlar o Malaziya təyyarəsinə bunu etdilər, siz dediyiniz təyyarə və çox belə bu ilk dəfə deyil də bunların tərəfindən. Heç vaxt etiraf eləmirlər. Heç vaxt etiraf etmirlər. İndi etiraf etmirlər. Doğrudurmu? Kökündən yanlışdır. Bilirsiniz, burada məsələ nədir? Yəni o əgər biz yoxsa dünya olmasın təfəkkürü ilə, amma baxın, bugün dünyada hamı Rusiyaya nifrət edir. Hamı ruslara nifrət edir. Rusiya hər şeydən təzid olunub. Rusiya hər şeydən uzaqlaşıb. Mən ilk dəfə demişəm, sənin bir-iki normal münasibətin olan dövlət var idi, biri də Azərbaycandır. Azərbaycanla münasibət körürsən. Durduğun yerdə körlərdin. Son vaxtlar nə ağılla işləyirlərsə, Türkiyə gəmilərini vurub, sanki Türkiyə ilə də münasibət dronları Türkiyə ərazisinə keçir. Dron keçir. Ondan əlavə Türkiyənin neçə gəmisini vurdular? Qaradənizdə belə. Sən nə etmək istəyirsən? Sənin məqsədin nədir? Türkiyə sənin tək-tük pəncərələrindən biridir. Əlbəttə. Yeganə NATO ölkəsidir ki, səninlə əməkdaşlıq edir. Və maraqlı odur ki, yəni burada artıq bilirsiniz, bunu proqnozlaşdırmaq, bu insanlar necə düşünürlər, necə yəni bu ancaq o şovinizm, imperiya təfəkkürü və o əvvəlki düşüncələrdən xilas olmama məsələsidir və bu ciddi bir məsələdir. Yəni və burada bilirsiniz, mən sizə bir məsələ, ən narahat edici məsələlərdən biridir. Odur ki, Ermənistanla bağlı məsələlərdə
bir çox məsələlərdə Avropa ilə Rusiyanın da mövqeyi üst-üstə düşür. Bir sıra məsələlərdə. Nə qədər fikir ayrılığı görsənsə də, yəni Ermənistanın bizim bölgəmizdə olması, bizim əleyhimizə istifadə olunması, Ermənistanın güclənməsi və s. İndi deyirik, nətər olur? Ermənistandan bu qədər mal gəlir, Rusiyaya gedir. Siz Rusiyaya embargo qoymuşsunuz da, Avropa ölkələri. Və bu məhsullar gəlir, buradan rahat gedir. Bunu hamı da bilir. 10 milyardlarla dövrəyə var ortada. Burada həmən yenə də gəlir, bax o riyakar siyasətə, həmin o müəyyən məsələlərdə çox tərəfli oyunlara, o mənada kifayət qədər mürəkkəb bir prosesdir, amma Azərbaycan da bu proseslərin qarşısını almaq üçün, yəni özünü təhlükələrdən sığortalamaq üçün də bütün addımları davamlı olaraq atır. Ceyhun bəy, Avropa İttifaqının riyakar münasibətindən danışmışkən, Prezident də son açıqlamasına maraqlı bir nümunəyə müraciət etdi. Deyir, necə olur? Başqa separatçılar da var da. Ukraynada separatizm, Donbas. Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Dnestrisi. Heç bir halda oradakı olan separatçılar Avropaya gedə bilməzdir. Onlar heç kim viza da verməz. Amma indi Qarabağ erməni separatçılar Bakıda məhkəməsi gedəndə məlum olub ki, 10 illik vizalar veriblər bir çoxuna. Rahat Avropa ölkələrinə gedirmişdir. Bu da əslində Ermənistana olan fərqli baxışdan irəli gəlir. Azərbaycan prezidenti bu günlərdə Ağdamda çıxış edərkən, biz ki, indi Rusiya və İrandakı bu şovinist dairələrdən danışırıq. Əslində prezident də ona toxundu, ad çəkmədən. Faktiki dedi ki, Azərbaycanın düşmənləri hələ də pusquda dayanıblar. Bu o deməkdirmi ki, 2-ci Qarabağ müharibəsində qələbəmizə baxmayaraq, ərazi bütövlüyümüzü təmin etməyə baxmayaraq, hələ də bəli, təhlükələr mövcud və güclü də ordumuz hər zaman olmalıdır. Baxın, mən sizə bir məsələ deyim, bu biraz, amma düşünürəm ki, bunu biz nəzərə almalıyıq. Azərbaycan-Ermənistan müharibəsi heç vaxt əbədi və əzalı olaraq bitməyəcək. Bunu hamımız bilməliyik. 1905, 1906, 1918 və s. Və biz sülh istəyirik, münasibətlərin normallaşmasını istəyirik. Amma 30 ildən sonra nə olacaq? 20 ildən sonra nə olacaq? Bu mənim subyektiv fikrimdir ki, hazırda Ermənistan bizdən zəif olduğuna görə bizlə ciddi bir formada hesablaşır. Amma Ermənistan özünün iqtisadiyyatını gücləndirir, ordusunu gücləndirir, daxili resurslarını artırır, müxtəlif sənədləri imzalayır. Ona görə biz yəni arxayın olduq ki, hər şey bitdi, yox. Baxın, Rusiya da buranı işğal etmək istəyir. Açıq deyirlər, bizimdir deyirlər. İranda bəzi şovinist dairələr bunu deyirlər, edirlər. Ermənistanda da yenə bunu deyənlər var. Və Ermənistan yalnız Paşinyandan ibarət deyil ki. Ona görə, yəni, mən bütün görüşlərdə onu hamıya deyirəm ki, indiki mərhələ əvvəlki mərhələdən az məsuliyyətli mərhələ deyil. Biz arxayınlaşsaq, biz axsasaq, onun növbəti illərdə ciddi bir fəsadlarını görəcəyik. Söhbət yalnız getmir, yəni Rusiya, İranla, Avropa bizi istəyirmi? Yəni, mən indi Türkiyə, İtaliya ilə, Avropanın işte hamısını nəzərdə tutmuruq. Amma Avropadakı o həmən şovinist dairələr, onlar Azərbaycan və Türkiyənin mövcudluğunu istəyirlərmi? Onlar heç vaxt bunu həzm etməyəcəklər. Onlar heç vaxt güclü Azərbaycanla, güclü Türkiyə ilə razılaşmayacaqlar. Çünki onların hədəfi, məqsədi bölgədə böyük Ermənistan yaratmaqdır. Və bölgədə Ermənistanın daha da güclənməsinə nail olmaq. Ona görə biz düşünsək ki, geosiyasi maraqlar var. Geosiyasi maraqlar, məsələn, Rusiya açıq aydın Ermənistanı dəstəkləyir hazırki vəziyyətdə. Nə qədər münasibətlər gərgin olsa da, nə qədər nə olsa da, tərəzinin bir gözünə qoyanda onlar üçün ermənilər bizdən çox dəyərli və qiymətlidirlər və onların üstündə əsirlər. Ona görə bu mənada kifayət qədər mürəkkəb bir bölgədir, geosiyasi proseslərdir. Bugün Cənab Prezident çox uğurlu xarici siyasət həyata keçirir, ordumuzu gücləndirir. Amma
burada xalqdan da çox şey asılıdır. Millətdən də çox şey asılıdır ki, biz daha göz açıq və daha diribaş olmalı. Çünki hər bir dövlətin 5-ci kolonu bizi daxildən yeməyə çalışır. Mənəviyyətimizi oğurlamağa çalışır. Gənclərimizin beynini oğurlamağa çalışır. Əleyhimizə davamlı təbliğat aparır. Ona görə çox çalışmalıyıq, çox diqqətli olmalıyıq. Ceyhun bəy, təşəkkür edirəm. Hesab edirəm ki, bu proqramda səsləndirdiyiniz, bizimlə bölüşdüyünüz analizlər hesabına biz ilə maraqlı yekun vura bildik. Bir daha sizə təşəkkürümü bildirirəm və təbriklərimi çatdırıram bir daha. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonağı çox hörmət etdiyimiz millət vəkili Ceyhun Məmmədov idi. Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Ağdamdakı ət çıxışına yenidən qayıtmaq istəyərdim. Cənab Prezident Ağdamda yerli sakinlərlə görüşündə bunları deyib, sitat. Bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Azərbaycan daima güclü olmalıdır. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik. Və keçən ay hərbi paradda bütün dünya bunu əyani görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik. Statın sonu. Prezident həmçinin onu da deyib ki, bu da çox maraqlı fikirdir. Bizim düşmənlərimiz, Azərbaycanın düşmənləri dostlarından bir neçə dəfə çox olub. Dövlət başçısı tam haqlıdır. Qonağımız Ceyhun bəyin də doğru qeyd etdiyi kimi, müharibədə qələbə çalmamıza baxmayaraq, hər zaman güclü ordumuz olmalıdır. Bundan başqa müttəfiqlərimizlə, Türkiyə ilə, Mərkəzi Asiya, Türk dövlətləri ilə, Pakistanla və digərlərlə çox sıx birlik içində olmalı, inteqrasiyanı gücləndirməliyik. Əlbəttə, Azərbaycan heç bir dövlətlə düşmən olmaq istəmir. Əksinə, biz yaxın və uzaq ölkələrlə normal qonşuluq münasibətləri istəyirik. Ortaq layihələrin reallaşması, iqtisadi layihələrin reallaşmasını istəyirik. Ancaq bəzi ölkələrdə fərqli düşünənlər də var. Bunu qonağımız da qeyd etdi. Yəni, o qüvvələr də bilməlidir. Kim ki, Azərbaycan əməkdaşlıq əvəzinə Azərbaycanın daxili işlərinə qarışacaq, bizə öyüd nəsihət verməyə çalışacaq, həmin dövlət və mühafizəkar mərkəzləri də biz onların yerlərini göstərməli olacaq. Sağ olun, əziz seyircilər. Yeni ildə, 2026-cı ildə görüşənə qədər inşallah 2026-cı ildə də Azərbaycan və müxtəlif ölkələrdə yaşayan soydaşlarımız üçün gələn il uğurlu il olar. Sağ olun. İnşallah.